Salam mənim əzizlərim, davam edirik qız burcu ilə 22-28 fevral həftəsi qızlar üçün münasibətlər əsas mövzudur. Keçmiş sevgili, köhnə problem, yarımçıq qalan danışıqlar geri gələ bilər. Qarşı tərəfi idealizə etməyin, gözünüzdə yəni böyütməyin. Məsləhət açıq danışın, bütün yəni ki istəklərinizi, fikirlərinizi açıq şəkildə bildirin. Qərarı isə sonra ümumi nəticə əsasən verməyiniz məsləhətdir, qərar verməkdə tələsməyin. Özü, hərəkəti, sevgi, pul, karyera. Qız bu dövrdə səbirli, ciddi, məsuliyyətli mövqedədir. Tələsmir, hər şeyi ölçüb biçir. Münasibətdə də, həyatda da təhlükəsizlik və davamlılıq istəyir. Bilinməzlər onu artıq yorub. Yavaş gedirsən, amma səhvsiz addımlayırsan, bunu bilməlisən. Hərəkətə tam açıq olmamaq enerjisi var. Qız hisslərini gizlədə, planlarını içində saxlaya bilər. Qarşı tərəfə hər şeyi deməmək, özünü qorumaq mexanizmi var. Özünü qoru, amma özünü aldatma. Sevgidə ünsiyyət, niyyət, manipulyasiya riski var. Hər şey sözlə formalaşır. Ya münasibəti yönləndirirsən, ya da kimsə səni sözlə öz təsiri altına alır. Sözlərə yox, əməllərə bax, aldanma. Pul, yeni fikir, kiçik fürsət, riskli işlər ola bilər. Böyük qazanc deyil, amma başlanğıc enerjisi var bu işdə. Maraqlı təkliflər var, amma hələ ki nəticə ortada yoxdur, yəni ortada pul yoxdur. Karyera, iş həyatında sürətli, kəskin, bəzən aqressiv enerjidə ola bilər. Tələsik qərar, kəskin danışıq mümkündür. Konflikt riski bu həftə karyerada, iş mövzusunda yüksəkdir. Sizə məsləhət, haqlı olsanız belə yumşaq tonda irəliləyin. Ümumilikdə hər şeyə açıq olun, amma heç nə üçün də tələsməyin. Görək, əlavə bir kart, özü görək nə çıxdı. Dönüşüm yenilənmə dövrüdür. Ruhən sanki siz böyüyürsünüz. Özünüzü nələrdənsə artıq olan, nələrdənsə qurtularaq özünüzü yenilənmiş hiss eləyəcəksiniz. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxunduysa, bəyənməyi və paylaşmağı unutmayın.